başlayım. Mən Xaçmazın Sabirova kəndi, Babayev Kamil. Mənim hüquqlarım ona görə pozulur ki, Xaçmazda haqsızlıqlar, rüşvətxorluq basıb, hansı idarəyə gedirsən, pul istəyirlər. Pulsuz düzəlmir, süründürürlər, incitirlər cəmaatı. Bütün dövlət hansı idarəsinə gedirsən, hamısında rüşvətxorluq olur. Prezidentimiz gün-gündən deyir ki, rüşvətçiliyə alınsın, alınmır mı? Nabord qabağı artır. Rüsumu daha da qalxıdır, rüşvətini qalxıdırlar daha da. Şikayətimizə baxan yoxdur. Prokuror da rüşvət alanların tərəfini saxlayır. Neçə dəvələn görmüşəm, başıma gəlib bilirəm də. Kim incidir sizi Xaçmazda? Bizi incitir, hər geçsək bu idarələrə rüşvətsiz iş düzəlmir də. Rüşvətsiz iş düzəlmir. Mütləq rüşvət verəsən gerək ki, süründürmə eləməsinlər. O, liboy idarə. Əsas şikayətin kimdəndir? Yəni, sən sahibkarlıqla məşğul olmaq? Sahibkarlıqla məşğul olmaq istəyirəm, iş yeri açmaq istəyirəm. 3 illərlə məni pul verməsin torpağa görə. Torpaq şöbəsinin müdürü Adıgözəl Tağıyev qol çəkmir sənədlərə. Məcbursan daha ki, ora qaç, bura qaç, vəkillərin yanına gedirsən, vəkillər də anlatır, pulu alır, işi düzəltmir, neynəməliyik? Və bizim daha çarəmiz olur ki, lazım olan yerlərə gerək bu dərdimizi deyək ki, bir görsünlər də, prezidentə də yazanda da qayıdır icraya, onlar da baxmırlar şimdi bizə. Haqsızlıq nə vaxta kimi olacaq? Prezidentimizdən şikayətim, xahişim budur ki, millətin bir yaşamaq şəraitinə baxsın, kasıbları zülmə qoymasın, işsizlik aradan götürünsün. Bəsdir da bu millət bəzibdir ki, bəzibdir da seçkilər gəlir qabağa, bir düşünsün ki, bir millət, əslində millət gerək, seçilsin gerək ki, o prezident də o millət işləsin. İstəyər bələdiyyə olsun, istəyər libo olsun. Əvvəllər bələdiyyə nəsə pul cəmaatçı iş görürdü. Значит, indi daha cəmaatçı iş görmür. Pulu verir lazım olan yerə seçirlər. Onu cəmaatçı nə iş görsün? Hüquqlarımız çox uzun. Hansı tərəfdən danışım mən? Sizi kimi sahibkarlar çoxdur mu? Çoxdur. Minlərlə mənə kimi sahibkarlar var. 50 kvadrat yerə 10 min, 5 min, 3 min pul alırlar. Sahibkarlarla barış kömək eləməkdən ki, tik, yarat ki, iş yeri açılsın. Daha da maniyəçi illər cibindəki pulu alırlarsan, nənə tikəsən? Kömək eləməkdən ki, tik, iş yeri açılsın. Sosial yardımcı gidirsən, yarısı pulu gerək olar yesin. İşləməyənlərə vermirlər, işsiz olunur, işləyənlərə verirlər. Öz başınalıqdır. Nədən də aşağıda? Müraciətlər eləmişsiniz? Müraciətlər prezidentə yazı kimi eləyəsən, baxan olmur. Baxan olmur ki, biz də ona görə daha bilmirik hara yazaq. Vəkillər gedirsən, vəkillər allatır pulumuzu alır. 1350 manat vəkil mənə Zəfər Süleymanov alın mənə. İndiyə kimi neçə dəfə ərizə şikayət 2 dəfə yazılıbdır, prokuraturaya gitmişəm. Prokurator deyir ki, səndən başqa 20 nəfəri də atıb. Bu nətərdir? Bu cəzalandırmır. Bu yaxşı ki, gid-gid artır daha da, bu çoxalır. Bu milləti allatır daha da. Məhkəmədə işləyib öz yanında bu. Məhkəmədə işləyən adam gidib vəkil olub, allata gedir cəmaatı. Prezidentimiz odur ki, cinayət iləni, rüşvət alanı cəzalandırmır. Ona görə də bunlar hələ özbaşınalıq gedir.